Salam aleyküm. İlk dəfə mən sükan arxasına oturanda mənə deyirdilər, yollayacaqsan. Mən isə daimi 10 ildir bu işdə işləyirəm, yorulmuram. Mənimlə də yaşlaşdı, amma mən hələ də təkəri fırladıram. Mənim şikayətim yoxdur. Bəzən deyirlər ki, sürücülük asan işdir. Valla bir gün bir qapıya möbil aparanda uşaq sənə deyir, dayı bu mənim yatağım olacaq. Sən fikirləşirsən ki, sən arzu aparırsan. Qardaşlar möbil ildə, bu 10 ildə mən özümü tək hiss eləməmişəm. Bu şirkət mənə iş yoldaşı yox, yol yoldaşı verdi. Bu sükan tutan əllər yorulsa da, ürəyim hələ də yol istəyir. Şəhət baba buradadır, yol davam edir.